hörmətli dostlar, Eyvaz Hoca kanalının xüsusi buraxılışı üçün sizə belə bir fizika məsələsi təqdim etmək istəyirəm. Deməli, hərəkət tənliyi göründüyü kimi verilib. Burada AX kiçik 0, göründüyü kimi yavaşlayan hərəkətdir. Şəklini burada göstərirəm. Yəni 0 -8 nöqtəsindən çıxıb sağ tərəfə, yəni x müsbət istiqamət tərəfdə hərəkət eləyir. Nə üçün? Çünki başlayan sürət proyeksiyası müsbətdir. Təcil isə mənfidir. Modulda ona görə yazılıb ki, müsbət olacaq və biz qabağına mənfi qoymuşuq və təcil mənfidir. Belə göstərmək olur. Deməli belə, bu cür hərəkət tənliyi ilə verilmiş cisim A təcilinin hansı A təcilin proyeksiyasının modulunun daha doğrusu hansı minimum tam qiymətində, hansı ən kiçik tam qiymətində x0 nöqtəsinə çatmaz. Bu məsələ əslində riyazi yolla çox gözəl həll oluna bilir. Deməli, belə çıxır ki, bu x bərabər olmamalı 0-a. Yəni, bunun kökü olmamalıdır. Kökü olmaması üçün bilirsiniz ki, bu kvadrat üçgənlinin diskriminantı mənfi olmalıdır. Diskriminantın üstünlüyünü bilirsiniz ki, d bərabərdir b kvadrat minus 4ac. Və buradan istifadə edərsək d bərabərdir. B-nin yerində burada 6 durur. 6-nın kvadratı minus 4 vuraq -8 vuraq mənfi molca A bölü 2. 2, 0. 36 minus deməli 16 olacaq. Molca A 2, 0. Mənfi 16 molca A kiçikdir mənfi 36. Molca A böyükdür 36 bölək 16. Molca A böyükdür. Biz bunu ixtisar apara bilərik. 4-ə ixtisar aparırsaq olacaq belə və yaxud da 2 tam 4-də 1. İndi bizə sual olunurdu ki, təcil modulunun ən kiçik minimal tam qiymətində. Aydındır ki, burada A bərabərdir 3 olacaqdır. Görürsün, bir maraqlı bir məsələni biz həll etdik. Deməli, biz kvadrat bərabərsizliyinin həlli üsulundan istifadə edərək bu fizika məsələsini həll edə bildik. Belə. Sağ olun, gələn görüşlərə qədər.